könüllü əsasındadır və kim istəmirsə bu formada ərizəsini alır. Yəni bu gedənlərin könüllü şəkildə müəssisəni tərk etməyə, yəni müalicəni yarımçıq formada. Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha 2 əməkdaş saxlanılıb. APA'nın məlumatına görə Salmanov Ceyhun Məzahiroğlu, Məhərrəmov Elşad Məhərrəmoğlu və Əliyev Natiq Eldənizoğlu tutulub. Qeyd edək ki, Baş Prokurorluq Qurtuluş Reabilitasiya Mərkəzində aşkar edilmiş qanun pozuntuları ilə bağlı bir müddət əvvəl məlumat yayıb. Məlumatda bildirilir ki, Qurtuluş Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhər ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb. Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, özünü öldürmə həddinə çatdırma, 145.2.1 və 145.2.4-cü, adam oğurluğu ilə bağlı olmayan, qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 2 və ya daha çox şəxsə qarşı törədildikdə maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Qeyd edək ki, sözü gedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb. Lakin cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur. Şikayət prokurorluğa ötən ilin dekabr ayında daxil olub.